Salam əziz tələbələr, bu günlərin ümumi sınaq imtahanı 5-dən. İngilis dili suallarının izahını mən Sahilə Bağırova sizə təqdim edəcəm. İlk 5 sualımız təbii ki, dinləməklə bağlıdır. Öncə listeningə qulaq asaq, daha sonra isə sualları cavablandıraq. Good morning, Miss White. Please take a seat. Thank you. I've analyzed your application form in detail. Perhaps you would like to tell me in your own words why you would like to study at this college. It appears to me that the courses offered are the ones most suitable for my interests. I am keen to pursue a career in the sciences, but I would also like to continue my language studies. The biology with French course seems to offer me just that. What's more, it's the only course that offers biology in French. Other courses keep this area separate, but to be able to study the sciences through the medium of another language will be a wonderful opportunity. And how do you think you might get on with that? Well, I should imagine it won't be easy, especially at first. There will be a lot of new vocabulary to acquire at the beginning, I'm sure. And to learn new things in a language that is not your mother tongue will always provide challenges. However, I'm confident that I can rise to the challenge and I'll do extra work if necessary to achieve the level I need. Indeed. What do you currently do to practice French outside of your school studies? I have conversation classes with Veronique, a French teacher who lives in my town. And I have a pen friend, Helen, who I correspond with and who I am visiting again this summer. We have been friends for a few years now, and I know her family really well. They always speak French to me, even though their English is really good. I see. Thank you. My pleasure. Dinləməni dinlədikdən sonra sualları cavablandıra bilərik. Birinci sualda məhz bu sualın cavabını bizdən istəyir. Niyə görə Miss White məhz kollecdə təhsil almaq istəyirdi, would like to study. Çünki məhz ona təklif olan kurslar onun üçün suitable idi deyir, yəni uyğun, müvafiq idi. Və deməli, birinci sualın cavabını biz A variantında görürük. Təklif olunan kurslar onun üçün münasib, uyğun idi. Sadəcə olaraq suitable sözünün burada sinonimindən istifadə olunur. İkinci sualda isə dialoqa görə doğru olan cümləni seçirik. A variantında məhz könüllü, istəkli, həvəsli idi. Fransız dilində computer science oxumağa. O isə computer science yox, biology oxumağa həvəsli idi. Ona görə 2-nin A variantı yanlış variantdır. B variantında bəli, məhz elm sahəsində təhsilini, karyerasını davam etdirməkdə əzmkar, qətiyyətlidir. Hətta buna görə də məhz fransız dilində, məhz biologiya sahəsində kursda təhsil almaq istəyirdim. C variantında qeyd edir ki, fransız dilində biologiya sahəsində kollecdə müxtəlif different courses, kurslar təklif olunurdu. Halbuki mətndə qeyd olunur ki, only, yəni yalnız bir kurs təklif olunurdu. C yanlış variantdır. D variantında məhz qeyd edir ki, o biologiya sahəsində kursla bağlı maraqlanırdı, yəni ona maraqlı idi, amma öz ana dilində, mətndə isə fransız dilində maraqlı olduğu qeyd olunur. Y variantında isə artıq kollecdən öncədən məzun olduğu qeyd olunur ki, bu da tamamilə yanlış variantdır. 3-də vəsf verilən cümlənin ardını, tamamını bizdən istəyir ki, bu tipli suallarla biz tez-tez rastlaşırıq. Sualda isə belə deyir ki, o əmin idi ki, Miss White əmin idi ki, kursda çətinliklər yaranacaq, kurs çətinliklər yarada bilər. Nə ilə bağlı? Due to görə, ona görə deməkdir. Məhz müxtəlif sözlərin çoxluğuna görə və orada da qeyd edir ki, number of new vocabulary. New vocabulary burada sinonimi new words sözünü qeyd edibdir. Yəni, 3-cü testin doğru cavabı A variantıdır. 4-cü testdə mətndən doğru olan variantı bizdən soruşur. A variantında qeyd edir ki, Miss White'ın dostu İngiliscə yaxşı danışa bilmirdi. Xeyr, onun İngiliscəsi quite well, olduqca yaxşı idi. B variantında qeyd edir ki, dissatisfied, məmnun deyildi dil təhsili ilə bağlı. 4-ün B variantı da təbii ki, yanlış cavabdır. C
C variantı isə qeyd edir ki, onun dostu məhz onun hal-hazırda yaşadığı şəhərdə yaşayır. Yanlışdır. Onun fransız dili müəllimi hal-hazırda həmin yaşadığı şəhərdə yaşayır. Yəni dostu yox. D variantı bəli, əlavə dərslərlə, dostu vasitəsilə məhz fransız dilini practice eləyirdi. Bəli, daha da yaxşılaşdırırdı, inkişaf etdirirdi. Deyil, doğru cavabımızdır. 7 isə qeyd edir ki, daha öncə heç vaxt fransız dili öyrənməmişdi. Bu da yanlış cavabdır. 5-də isə bizdən mətndə hansı sualın cavabı olduğunu soruşur. A variantında kollecdə başqa hansı kurslar təklif olunurdu? Bu haqda bizə mətndə məlumat vermir. B variantında niyə görə məhz onun ehtiyacı olan level'a çatmağında isn't confident, özünə əmin olmamağını soruşur. Təbii ki, beynində cavabı yoxdur. Əlbəttə ki, özünə əmin idi, bu sahədə çalışırdı. C variantında məhz fransız dilində başqa hansı elm kurslarının təklif olunduğunu qeyd edir, amma bunun da cavabı yoxdur. D variantında hansı yollarla məhz o practice edirdi, fransız dilini yaxşılaşdırırdı? Pen friend, dostu vasitəsilə və hətta fransız dili müəllimi vasitəsilə. Y variantında isə təhsil haqqının kollecdə nə qədər olduğunu soruşur. Bu haqda da təbii ki, bizim məlumatımız yoxdur. Və keçirik 6 və 10-cu suallara, yəni mətn suallarına. Təbii ki, bilirik ki, 6.1 və 6.4-ə qədər olan suallar bizə 1 bal verir və gəlin mətnə uyğun həmin sualları cavablandıraq. 6.1-də qeyd edir ki, İbn Battuda məhz öz həyatı boyu dünyanın müxtəlif yerlərini travel, səyahət edir. Bu, bizdə 3-cü abzasda bu hissəni görə bilirik, qeyd edir. He traveled across North Africa, Middle East, yəni Şimali Afrika, Orta Şərq, Mərkəzi Asiya, hətta Çinin bəzi hissələrini Hindistanı səyahət etmişdir. Deməli, 6.1 doğru cavabdır. 6.2-də qeyd edir ki, onun səyahəti original plan, yəni əvvəldən bir çox il, yəni uzun müddət alacağı barədə planlaşmışdı. Amma biz görürük ki, 2-ci abzasın son hissəsində onun əslində səyahətinin yalnız bir neçə ay alacağı düşünülürdü. Amma təbii ki, bu təxminən 30 years, yəni 30 il müddət aldı. Ona görə 6.2 false, yəni B. 6.3-ə gəlirik. Onun yazdığı səyahət kitabı tamamilə by himself, yəni özü tərəfdən idi. Baxırıq 6.3-də isə görürük ki, digər həmin dövrün səyyahlarından fərqli olaraq his observation müşahidələrini o rekord eləmişdi, qeyd etmişdi və qayıdandan sonra his travels to a writer, yəni o səyahətlərini yazdı, bir yazıya çevirdi və həmin kitab da məhz artıq həmin dövrün tarixçiləri üçün böyük bir informasiya toplusuydu. 6.3, ona görə bizim false variantı, false olan variant, yəni B-dir. Entirely sözünə görə tamamilə yalnız özü haqdaydı, bu yanlış variantdır. 6.4-ə gələndə his travel records, məhz onun bu səyahətləri həmin dövrdə tarixçilər üçün çox əhəmiyyətli və vacib idi. Biz bunu görürük yenə 4-cü abzasın son hissəsində valuable information, həmin dövr üçün, tarixçilər üçün dəyərli bir informasiya toplusuydu ki, nə haqqındaydı? Həmin dövrdəki cəmiyyətlər, adət-ənənələr və say haqqındaydı, yəni özü haqqında deyildi. Ona görə də 6.3 false, 6.4 isə bizim true, doğru olan variantımızdır. 7-ci sualda bizdən mətndə observe sözünün mənasını soruşur. Biz 3-cü abzasda observe sözünü görürük. Müşahidə etmək, yəni watch and learn, izləmək və öyrənmək. Biz bunun doğru cavabını görürük A variantında, diqqətli şəkildə bir şey izləmək və öyrənmək, müşahidə etmək. 8-ci sualda bizdən 3-cü abzasın hansı paragrafla başlamağını, daha doğrusu 3-cü paragrafın hansı cümlə ilə başlamağını soruşur. Və biz mətndə görürük ki, 3-cü abzasda ikinci cümləmiz he travel, o səyahət edirdi Şimali Afrikaya, Orta Şərqə, yəni onun səyahətləri barədə məlumat verir. Deməli, bizim ilk cümləmiz də məhz onun səyahət etməsi barədə olmalıdır. Hansı ki, A variantına qeyd edir ki, öz həcc ziyarətini bitirdikdən sonra dərhal Morokkoya qayıtdı. Təbii ki, bu doğru cavab ola bilməz.
B variantında deyir ki, səyahətləri boyu dünyanın müxtəlif ölkələrini səyahət etdi və bu doğru cavabdır. Ardınca çünki qeyd edir ki, o Şimali Afrika, Orta Şərq, Mərkəzi Asiya, Hindistan və Çinin bəzi hissələrini səyahət etdi. Deməli, 8-ci testimizin doğru cavab variantı B-dir. C variantına da baxaq. İbn Battuta məhz Asiya çatandan sonra səyahətini dayandırmağa qərar aldı. Yanlışdır. D variantında yalnız only dediyi üçün Avropa mədəniyyəti ilə maraqlanırdı. Bu da bizim abzasımıza qoyula bilməz. Y variantında isə böyük bir ordu ilə səyahət edirdi. Təbii ki, bu da yanlış olan variantdır. 9-da bu tipli suallarda bizdən verilən cümlə ilə eyni mənalı cümləni, oxşar mənalı cümləni soruşur. Unlike uşaqlar, fərqli olaraq deməkdir. Yəni, həmin dövrün səyyahlarına fərqli olaraq İbn Battuta məhz öz müşahidələrini diqqətli şəkildə rekord edirdi, qeyd edirdi. Bu deməkdir ki, digərləri bunu etmirdi. Yəni, onlardan fərqli olaraq deyir. O zaman A variantına baxırıq, əksər səyyahlar öz səyahətlərini detallı şəkildə qeyd etmirdilər. A doğru cavabdır. B-yə baxırıq ki, İbn Battuta digər səyyahların digər qeydlərini kopyalayırdı, köçürürdü, yanlışdır. C variantında məhz 14-cü əsrdə onun Writing Travel Books, 14-cü əsrdə səyahət kitabları yazmaq geniş yayılmışdı, yanlışdır. D variantında İbn Battuta digərlərindən daha az səyahət etmişdi, bu da uyğun deyil. Less than az, daha az, more than daha çox demək uşaqlar. Və Y variantında isə deyir, onun rekordları önəmli deyildi. Təbii ki, 9-da Y-də doğru cavab ola bilməz. 10-cu suallar biz bilirik ki, mətnlərin son sualları açıq tipli sualdır və bizdən soruşur hansı sualın mətnində cavabı var. Birincisi, İbn Battuta harada anadan olmuşdu? İkinci abzasın ilk cümləsində qeyd edir. Məhz o 1304-cü ildə Marokoda anadan olmuşdur. Birincinin cavabı var. Neçə dənə kitab yazmışdı? Bu haqda məlumatımız yoxdur. İkinin cavabı yoxdur. İbn Battuta nəyə görə səyahət etməyə qərar almışdı? Bu birinci abzasda qeyd edir ki, həmin dövrdəki səyyahlar məhz daha çox bilik və daha çox yerləri kəşf etmək üçün səyahətlərə başlayırdı. Bunlardan biri də İbn Battuta idi. Deməli, səbəbimiz qeyd olunub, daha çox bilik öyrənmək, daha çox yerləri görmək üçün. Yəni, cavabımız var. Sonra keçirik 4-cüyə. Nə qədər məhz səyahətinə pul xərcləmişdi, onun da cavabı yoxdur. 5-cində isə deyir, səyyahlar üçün hansı ölkələr daha təhlükəlidir? Təbii ki, bu haqda da bizə mətndə cavab verilməyib. Ona görə 10-cu sualın cavabı 1 və 3-dür. Keçirik digər mətnə. Təbii ki, 11.1-dən 11.4-ə qədər olan suallar yenə true-false suallardır. Ümumilikdə bizə 1 bal verir və əgər bir yanlış cavabınız olsa 0.5 balına qiymətləndirilir. Bu mətnimiz daha çox recycling, yenidən emal prosesi haqqındadır. Başlayırıq 11.1-də. 11.1-də deyir ki, recycling, yəni yenidən emal prosesi məhz yeni materiallara ehtiyacı help reduce, azaltmağa daha çox kömək edir. Baxırıq mətndə bu hissə. Mətndə məhz bu hissə burada qeyd olunub, ikinci abzasın son hissəsində. Yəni artıq yeni cheat, xam məhsullara, xam mallara məhz ehtiyacı azaltmağa kömək edir. Ona görə 11.1-in mətndə olduğu kimi cavabını görürük, true. 11.2-də qeyd edir ki, emal prosesi proqramları hər bir şəhərdə həyata keçirmək are difficult, çətindir. Mətndə isə biz bunun sinonimi ilə qarşılaşacağıq. Are not easy ifadəsini görəcəyik. Bircə saniyə bunu qeyd edək. Mətndə görürük ki, 3-cü abzasda recycling systems, yəni həmişə bu sistemləri həyata keçirmək are not easy, asan deyil. O deməkdir ki, difficult, bəli, çətindir. 11.2-nin də deməli doğru cavabımız olmalıdır. A variantı. 11.3-də isə görürük ki, vətəndaşlar məhz bu emal prosesinin həyata keçirilməsində vacib rol oynayırlar.
Təbii ki, doğrudur. Baxırıq bunu, bu hissəni görürük. Bir saniyə. Bu son hissədə görürük. Deyir ki, these measures encourage people. Məhz bu da insanları cəsarətləndirir ki, ətraf mühitin qorunmasında daha yaxından iştirak etsinlər, aktiv şəkildə iştirak etsinlər. True, doğru cavab variantımızdır. 11 nöqtə isə deyir ki, 4-də deyir ki, ekspertlər inanırlar ki, məhz emal prosesi bu tullantı probleminin yalnız tək çıxış yoludur, only solutiondur. Təbii ki, biz bilirik ki, əksər bu tipli suallarda only ifadəsi olduqda cavabımızda false, yəni yanlış olma ehtimalı daha yüksəkdir ki, bunu biz son hissədə görürük. Reducing consumption, reusing materialların yenidən istifadəsi, istehlak prosesini azaltmaq məhz burada mühüm rol oynayır. Yəni, recycling cannot completely solve. Yalnız tək başına bu problemi həll edə bilmir deyirsə, deməli 11.4-ün cavabı olacaq false. Davam edirik 12 nömrəli testdə. Sustainable sözünün mətndə mənasını soruşur. Təbii ki, sustainable davamlı, dayanıqlı mənalarını ifadə edir. Ətraf mühitə xeyirli mənalarını ifadə edir. Bu deməkdir ki, 12-ci testdə bizim doğru cavab variantımız olmalıdır B variantı ki, hansı ki, ətraf mühiti qorumaq, yəni involving the use of resources, bu materiallardan istifadəni əhatə edərək ətraf mühiti qorumaq, yəni dayanıqlı, dözümlü olmaq 12-nin doğru cavabı olacaq B. 13-cü testdə isə deyir ki, niyə görə şəhərlər recycling program, yəni yenilənmə proqramını həyata keçirirdilər? Nələri azaltmaq üçün bu emal proseslərini təklif etmişdilər? Məhz ikinci abzasın əvvəlində bunu görürük. To reduce the amount of waste, tullantıların miqdarını azaltmaq üçün. Bu deməkdir ki, bizim doğru cavab variantımız 13-də olduğu kimi B variantıdır. 13-də B variantıdır. Reduce the waste. Tullantıları azaltmaq üçün bu emal prosesini təklif etmişdilər, təqdim etmişdilər. 14-də bizdən cümlənin yenidən tamamlanmasını istəyir. Məhz bu proqramlar effektiv idi. Nə zaman effektiv idi? Təbii ki, insanlar doğru şəkildə bu prosesi həyata keçirdikdə, yəni bu prosesi həll etdikdə, biz bu hissəni tapırıq. Bir saniyə. Baxın, 3-cü abzasda bu hissəni görürük. Əgər vətəndaşlar məhz bu tullantılarını doğru şəkildə ayırmasalar, bu proses effektiv olmayacaq. Yəni, insanlar məhz bu prosesin effektiv olmağını istəyirlərsə, doğru şəkildə bu tullantıları ayırmağı bacarmalıdırlar. Ona görə 14-cü testin doğru cavab variantı olacaq A variantı. 15-ci testdə isə bizdən doğruları, yəni hansı sualların cavabının olduğunu soruşur. Təbii ki, yenə başlayırıq qeyd etdiyimiz kimi açıq sualdır. Birinci qeyd edir ki, niyə görə məhz şəhərlərdə bu cür tullantı problemi ciddi, riskli bir problemdir, səbəbini soruşur. Hansı ki, biz bunu ilk birinci abzasda görürük ki, bir çox şəhərlərdə məhz bu tullantıların idarə olunması ciddi bir ətraf mühit problemidir. Niyə görə? Çünki as urban population grow səbəb verir. Çünki əhali artdıqca tullantıların miqdarı da hər gün əhəmiyyətli şəkildə artır. Ona görə 15-də birin o why-in cavabını as vasitəsilə verə bilirik səbəbini. 2-də bu recycling program, yəni bu proqramın ortaya çıxması ilə, həyata keçirilməsi ilə hansı what difficulties do city face, şəhərlər hansı çətinliklərlə üzləşirlər? Bu sualın da cavabını biz görürük 3-cü abzasda. Recycling, emal sistemləri aren't always easy to implement. Həmişə həyata keçirmək asan deyil. İndi biz bunun what difficulties, hansı çətinliklərlə şəhərlərin üzləşdiyini bu cümlədə görürük ki, they require public awareness,
Bir saniye qeyd eləyəm, belə işarəliyim üçün. They require public awareness, effective. Deməli, tələb edir insanların awareness, məlumatlandırılmasın, effektiv şəkildə infrastrukturun həyata keçirilməsi və hökumət dəstəyi. Hansı çətinliklərlə üzləşir soruşursa, bu prosesin həyata keçirilməsi asan olmur. Səbəb nədir? Əhalinin məlumatlanması gərəkdir, effektiv infrastruktur gərəkdir və hökumət dəstəyi gərəkdir. 2-nin də cavabını buradan görürük. 3-də ilk recycling program, emal proqramı nə zaman həyata keçirilib, yaranıbdır? Bunun mətndə cavabı yoxdur. 4-də məhz emal prosesindən əlavə olaraq hansı strategiyaların tətbiq olunmasını soruşur. Təbii ki, biz bunun da cavabını görə bilmirik. Bir saniyə. Ən son abzasda görürük. 5-ci abzasda görürük ki, reducing consumption, yəni istehlakı azaltmaq və yenidən materiallardan istifadə etmək vacib strategiyalardır. Bizdə də soruşur ki, recyclingdən əlavə olaraq hansı additional əlavə strategiyalar tətbiq olunur? Nə idi əlavə strategiyalar? İstehlak prosesini azaltmaq və materialları yenidən istifadə etmək. Ona görə 1, 2 və 4-cü sualların cavabı var. 5-də isə soruşur ki, dünyada neçə dənə emal mərkəzi var? Təbii ki, mətndə bunun cavabı yoxdur. Deməli, 15-ci sualın cavabı 1, 2 və 4-dür. 16 təyin budaq cümləsi, relative clause görürük ki, bizdən məhz doğru bağlayıcını qoymağı tələb edirdi. Mən sözün görürük. Bu tipli suallar təyin budaq cümləsində məhz nöqtədən əvvəlki ismə fokuslanırıq. Və mən canlı bir isim olduğu üçün ona uyğun olan bağlayıcılarımız təbii ki, who-nu qeyd edirik 1. What-u bilirik uşaqlar, təyin budaq cümləsində və isimdən sonra what bağlayıcısı işlənmir, çıxırıq. 3-cüyə baxırıq, əgər boşluq qoymaq istəyiriksə, nöqtədən sonraki cümlədə mübtəda və xəbər ikisi də yerində olmalıdır ki, biz bağlayıcını ata bilək. Və mən nöqtələrdən sonra yalnız cümlənin xəbərinin yerində olduğunu görürəm, mübtəda yoxdur. Ona görə biz ora 3-cü conjunction bağlayıcını da qoya bilmirik. Which bilirik ki, cansız isimlərlə işlənir, 4-ü də qoya bilmirik. Who-nu əvəz etmək üçün biz təbii ki, zərf bağlayıcısından istifadə edirik. Yəni, doğru cavab variantı 1 və 5 B variantıdır. Daha sonra davam edirik 17 nömrəli testlər. Zaman testidir və biz by the time bağlayıcısını gördükdə qaydanı yadımıza salırıq ki, by the time keçmiş sadə zamanla keçmiş bitmiş zamanı uzlaşdıran bir bağlayıcıdır. Və biz hal-hazırda by the time'in yanında keçmiş sadə zamanı görürüksə, mütləq digər tərəfdə past perfect, keçmiş, bitmiş zaman forması istifadə olunmalıdır. O deməkdir ki, doğru cavab variantımız C variantıdır. Yəni, by the time report məruzə çap edilənə qədər alimlər for several years, bir neçə ildir ki, həmin o məqaləni, həmin o məlumatı analiz edirlər. Etmişdilər. Yəni artıq birinci tərəf by the time keçmiş sadə, digər tərəf keçmiş bitmiş. Növbəti 18 nömrəli test məchul növə dair bir test tapşırığıdır. Hansı cümlələrin məchul növə çevrilə bildiyini soruşur. Bu tipli testlərdə biz baxırıq ki, əgər cümləmizin tamamlığı varsa və feilimiz təsirli bir feildirsə, o zaman biz həmin cümləni məchul növə çevirə bilirik. Yəni, bizim üçün bu tipli testdə əsasən tamamlığın olması önəmlidir. Birinci cümlədə görürük ki, onun qəribə davranışı, strict feili vurmaq, alışdırmaq, yandırmaq, bu mənalarda ifadə olunur ki, onun qəribə davranışı bizə təsir etdi. Bu o deməkdir ki, birinci cümlədə kimə bizə dediyi üçün birinci cümlənin tamamlığı var. Və biz onu məchul növə change elə bilirik, dəyişə bilirik. İkinci cümlədə arrive ifadəsini görürük, çatmaq və bilirik ki, arrive feili təsirsiz feildir. Ona görə biz onu məchul növə çevirə bilmirik. Yəni, ikinci cümləni məchula çevirmək olmaz. Üçüncü cümlədə he has told me, o dedi, məlumat verdi mənə. Cümlənin tamamlığı me olduğu üçün biz birinci və üçüncü testi məchul növə çevirə bilirik. 4-də isə deyir ki, saat 5-i göstərirdi.
Burada isə streak feili sizi aldada bilər, amma bu cümlədə biz onu məchul növə çevirə bilmirik. Yenə səbəb nədir? Tamamlığın olmamağı. 18-də ona görə bizim doğru cavabımız 1 və 3-dür. Davam edirik 19 nömrəli test. Təbii ki, Make-up Story bölməsinə aid bir test tapşırığıdır. Başlayırıq 3-nə başlayırıq. 2 kişi məhz tətil üçün ölkəyə gəldilər, kəndə daha doğrusu gəldilər və onlar bağda yeriyirdilər, gəzirdilər. 3-dən sonra 5 ilə davam edirik. Onlar gördülər ki, bütün ağaclar məhz almaların ağırlığından əyilib birindən başqa və onun üzərində qətiyyən alma yox idi. Yaxınlıqda əyləşən kənd oğlanını 3-5-1 yanlarına çağırdılar və daha doğrusu yaxınlıqda bir kənddən bir oğlan əyləşmişdi. Onlar onu yanına çağırdı. They called him, çağırdılar. 3-5-1-4. 6 ilə davam edirik. Bu sənin üçün gəl bura və burada sənin üçün 6 pence, 6 pence pul var. Ona təklif edirlər ki, 6 pence sənə pul veririk. 3-5-1-4-6. 2. Bilirsənmi niyə görə bu ağaçda alma yoxdur? O isə cavab verir ki, əlbəttə, çünki bu palıd ağacıdır. 3-5-1-4-6, 2 və 7. Nəhayət 20 nömrəli testdə isə təbii ki, bu leksika söz bazasına aiddir, söz bazalı testdir. Bizdə verilən cümləyə əsasən aşağıdakı sözlərdən doğru olanı yerinə qoymamızı istəyir. Universitet binası 1950-ci ildə konstruksiya olunmuşdu, tikilmişdi, bərpa olunmuşdu. After extensive renovation və davamlı bir yenilənmədən, əhəmiyyətli bir yenilənmədən sonra it has been restored, bərpa olundu. Əgər bu təmir prosesi gedibsə, yenilənmə prosesi gedibsə, o bərpa olmalıdır və müasirləşdi, modernize, 1 ilə 3 doğru cavabdır. Çünki demolish sözü dağılmaq, destroy sözünə bərabərdir. Dağılmaq, məhv olmaq, abandon isə tərk edilmək deməkdir. Mənfi mənalı sözlər olduğu üçün doğru cavab variantımız ola bilməz. 20-ci testində doğru cavab variantı 1 və 3 nömrəli testi, yəni 1 və 3 nömrəli cavabdır, A variantıdır. Bununla da ingilis dili suallarının sonuna gəlirik. Ümid edirəm ki, hər biriniz üçün bu sınav, bu imtahan uğurlu olar.